Biləsuvar rayonunda Novruz bayramı şənliyi təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Novruz bayramına həsr olunmuş sərgilə tanış olub. Sərgidə çox əsrli maddi mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlar nümayiş olunub. Sərgidə iştirak edən rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov Novruz bayramı münasibəti ilə Biləsuvarlıları təbrik edir. Bayram şənliyi Dədə Qorqud və bahar qızının meydana daxil olması ilə daha da canlanıb. Əllərində bahar simvolu olan yaşıl səmənilər, xonçalar tutmuş milli geyimli oğlanlar və qızlar rəngarəng rəqsləri ilə tədbirə gələnlərə xoş ovqat bəxş edir. Rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov bayram tonqalını alovlandırıb. Novruz bayramının əsas simvolu olan Kosa Kesəl kimi personajlar və kəndirbazlar öz oyunlarını nümayiş etdiriblər. Milli adət-ənənələrimizi özündə əks etdirən ayin və mərasimlər canlandırılıb. Pəhlivanlarımız öz güclərini göstəriblər. Bahar bayramı mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam etdirilir.